Salam uşaqlar, 13 aprel 9-cu sinif buraxılış imtahanı düşmüş sualların izahını verəcəyik. Deməli, başlayaq vaxt keçmədən sualların izahına və sizdə də neçə düz olduğu yorumlarda, şərhlərdə qeyd edərsiniz. Deyir, düzbucaqlığın uzunluğu 40%, eni 20% azaltdıqda sahəsi necə dəyişər? Birinci, mən buradan bir düzbucaqlı çəksəm, enini x, uzunluğunu y götürsəm, onda s bərabər sahəsi olacaq, eni vur uzun, yəni x, y. Və mən bunun uzunluğunu 40% azaltsam, yəni 60% qalsa, onda olacaq 0,6 y. Enini 20% azaltdı, qalacaq 80%, yəni 0,8 x-a. Onda s bərabər olacaq 0,8 x vurulsun 0,6 y. Bu da bərabər eləyəcək 0,48 x, y-ə. Əvvəlcə x, y idi, indi oldu 0,48 x, y. Yəni 0,52 x, y qədər azaldı. 0,52-ni də faizə çevirsək, vuracaq 100-ə. O da bərabər eləyəcək 52%. Yəni doğru cavab olacaq A variantı 57-ci sualda. Keçək 58-ci suala. Deyir ki, kubun tilini 2 dəfə azaltdıqda həcmi necə dəyişir? Biz bilirik ki, kubun həcmi V bərabərdir A kubudur. Yəni düz mütənasib aslıdır. Onda 2 dəfə azaltsaq V bərabərdə olacaq A bölünsün 2-nin kubu. Tərəfini 2 dəfə azalt. Bu da eləyəcək nə? A kubu bölünsün 8-ə. Deməli, A kubu nəyə bərabər idi? V-yə. Burada gətirib lap yerinə yazsaq V bölünsün 8 olacaq. Əvvəlcə V idi, indi V bölü 8 oldu. Yəni 8 dəfə azaldı. 58-də doğru cavab olacaq A variantı. 59-cu sual. Bizə deyir ki, AOB açıq bucaqdır və bizə deyir DOC də 25 dərəcədir. Onda AOD-ni tapın. Bura 25-dirsə, bu tərəf 90-dırsa, deməli digər tərəfdə 90 dərəcə olmalıdır. Onda bura bir x desək, olacaq x üstə gəlsin 25 dərəcə bərabərdir 90 dərəcəyə. Buradan da x bərabər 90-dan 25 çıxsaq qalacaq 65 dərəcə. Yəni doğru cavab burada da olacaq C variantı. Keçək 60-cı suala. Deməli buranı silirəm. Buradan deməli qruplaşdırmaq lazımdır. Birinci sürəti biraz sadələşdirək. Olacaq m kvadratı üstə gəl 5m-i onun yanında yazıram. Bir də çıxılsın mn, sonra çıxılsın 5n yazıram. Burada qruplaşdırsaq, buradan m-i çıxartsam, qalacaq m plus 5. Digər tərəfdə mənfi n-i çıxartsam, olacaq m üstə gəl 5. Və yekun olaraq buradan da m plus 5-i mötərizə xaricinə çıxartsam, qalacaq m çıxılsın n şəklində. Məxrəcdə nə var idi? 25 minus m kvadratı. Onu da açılışını yazsam olacaq 5 çıxılsın m, bir də 5 üstə gəlsin m şəklində. Burada 5 üstə gəl m plus 5 eyni ifadə olduğu üçün ixtisar gedir. Qalır sürətdə m çıxılsın n, aşağıda qalır 5 çıxılsın m şəklində. Bu da hansı variantdadır? B variantında. Keçək növbəti 61-ci suala. Deyir, tənliyini həll edin. Sadə bir tənlikdir. Gəlin həll eləyək də. Olacaq 3x birbaşa vurub açıram və yaxud hər tərəf 3-ə də bölərsiniz. Olacaq x minus 2 bərabərdir 2-yə. Hər tərəf 3-ə bölsək. X də bərabərdir. Mənfi 2-ni digər tərəfə keçəndə müsbət 2 olur. Toplayanda da eləyəcək 4. Yəni doğru cavab burada olacaq C variantı. 62-ci sual. Deyir ki, tənliklər sistemində x-i tapın. Elə alt-alta toplayacaq nə olacaq? 3x bərabər 6-ya, yəni y-lər islah olur. Buradan da x bərabər olacaq 2-yə. Elə x-i soruşur, x oldu 2-yə. Sonra 63-cü sual deyir, hansı nöqtə funksiyasının qrafiki üzərindədir? Mən həmişə deyirəm ki, nöqtələr bir-bir qoyub yoxlamaq lazımdır. Görək, hansı ödəsə deməli qrafikin üzərindədir. Bunun onda cavab burada elə birbaşa D variantı olacaq. Niyə? Çünki burada mənfi 5 qoyanda olacaq y bərabərdir. Mənfi 2 vurulsun mənfi 5, üstə gəl 6. Mənfi 2-ni mənfi 5-ə vuranda 10 eləyir. Üstünə də 6 gələndə eləyəcək neçə? 16. Deməli, mənfi 5 qoyanda x-in yerinə y mi oldu? 16. Yəni doğru cavab olacaq D variantı. 64-cü sual. Biz bilirik ki, bir ədəd digərinə bölünürsə, əkob böyük ədəd götürülür. Yəni 36 götürülür. Əbob da qarşılıqlı sadə ədədlərin əbobu 1-ə bərabərdir. Üstünə də 1 gələcəm eləyəcək neçə? 37-yə. Yəni doğru cavab burada da olacaq Y variantı 64-də. Keçək 65-ci sual. Hardadır bu? Deyir, x-i tapın. Çarpaz elə vurub tapa bilərik də. Buradan x bərabər olacaq. 5-i elə çarpaz 21-ə vuraq. Olacaq 5 vurulsun 21. 15 deyil aşağıda saxlayaq. Buradan 5-ə ixtisar gedəcək. Qalacaq 3. 21 də 3-ə böləndə düşəcək neçə? 7. Yəni doğru cavab olacaq C variantı. Keçək 66-cı suala. Deyir, ilk 10 natural ədəddən təsadüfən seçilmiş birinin sadə ədəd olması ehtimalını tap. Yəni ilk 10 natural ədəd içərisində 1-dən 10-a kimi sadə ədədlər hansılardır? 2-dir, 3-dür, 5-dir və 7-dir. Başqa qutarda. Yəni 4 dənə. Olacaq cəmi 10 dənə. P ehtimal bərabərdir. Bu əlverişli halların sayı oldu 4. Mümkün hallarda ilk 10 ədəd dediyi üçün 10-dur. Bu da eləyəcək nə? 5-də 2. Yəni doğru cavab olacaq Y variantı. Ümid edirəm sayanda səhv saymadıq. 67-ci sual.
Deyir mərkəzi O nöqtəsində olan çevrədə, 22 dərəcə, 28 olarsa BAC-ni bizdən soruşur. Onda biz belə bir işarələmə aparaq. Buranın qiymət verilib, buranın qiymət verilib. Bizdən buranın qiymətini soruşur. Yəni burada bir deyək, tutaq ki, bu mərkəzi bucaq BOC bucağı, tutaq ki 2x-dırsa, onda bu A bucağı daxili bucaq olduğu üçün sökəndik qövsün yarısı olacaq. Yəni mərkəz bucağın yarısı. Yəni 2x-in yarısı eləyəcək x. Və biz də bilirik ki, bu üçünün cəmi bizdə nə verməlidir? Bu bucağı bizdə verməlidir. Onda gəlin tətbiq eləyək. Olacaq nə? X üstəgəlsin digər 2 bucaq. Yəni 22 üstəgəlsin 28 bərabərdir bu ortadakı bucaq. Yəni 2x-a. Buradan da x-i digər tərəfə keçsəm 2x-dan x çıxanda x qalır. 22 ilə 28 toplayanda da eləyəcək 50 dərəcə. Yəni doğru cavab burada da olacaq A variantı. Keçək 68-ci suala. Buranı təmizləyək. Deyir tərəfi 12 sm olan kvadratın perimetrini tapın. Görün nə sadə sual düşür. P bərabər 4A-dır bilirik ki, düsturumuz. 4-ü vuracam 12-yə. Bu da bərabər eləyəcək 48-ə. Doğru cavab dedi. Tərəf 12 olan kvadratın perimetri. Bir də oxuyuram. Deyirəm bəlkə bu qədər asan sual düşməz. Səhv yazarı. 69 ifadəsinin qiymətini hesablayın. Burada da gözəl sözümüz var. 56 vurulsun -15. Mənfini qabağa çıxardan buradan yazıram 15. Aşağıda da olacaq 14 vurulsun. 20-dən 5 vur 10. 20-dən 50 çıxanda -30 çıxar. Buradan da mənfini çıxardıram. Burada da yazıram 30. 2 mənfi müsbət eləyəcək zaten. 15 ilə 30 ixtisar gedir. Burada qalır 2. 56-nı da 2-yə bölsəm 28. 28 ilə 14-ə bölünür. Qalır müsbət 2. Yəni doğru cavab olacaq Y variantı. 70-ci sualda deyir ki, çoxəldisini vuruqlara ayırın. Burada təbii ki, x, y ilə hazır şəkildə verilib. Mötərizə xaricdən çıxardaram. Qalar c minus d-yə. Burada da hansı variantdadır? X, y vurulsun c minus d. A variantıda. A-dır. Keçək 72-ci suala. Deyir şərtini ödəyən neçə 2 rəqəmli AB ədədini tapın. Deməli, burada ilk öncə mən deyirəm ki, üstündə xətt olanda açılışını yazmaq lazım. Burada olacaq 10A üstəgəlsin B, üstəgəlsin 10B, üstəgəlsin A-ya. Bu da bərabər də olacaq 88 vurulsun A çıxılsın B şəklində. Buradan 10A, bir A da burada eləyəcək 11A, üstəgəlsin B, 10B, 11B bərabər 88 vurulsun A çıxılsın B şəklində. Hər tərəfi ilə 11-ə bölsəm, burada qalacaq A üstəgəlsin B bərabərdir 8. Burada 8 qalacaq da, elə deyil. 8 A-ya vuranda 8A çıxılsın 8B şəklində. Buradan A-nı digər tərəfə keçirsəm, B-ni də bu tərəfə. Onda olacaq 8A-dan A çıxanda qalacaq 7A bərabərdir. -8 digər tərəfə keçirsəm, müsbət 8, B ilə də toplayanda eləyəcək 9B şəklində. Buradan da A, B-nin əmsalı olur, yəni 9, B də A-nın əmsalı olacaq, yəni 7-yə. Burada da AB ədədi olacaq. A-mız 9, B-miz də 7. Yəni 97. Keçək 73-cü suala. Deyir ki, qarşı təpələrindən biri koordinat başlanğıcı, digəri isə nöqtəsində olan kvadratın sahəsini tap. Deməli, mən burada bir ədəd oxu çəksəm, təpə nöqtəsinin biri buradadır, koordinat başlanğıcı. Bir də -8, -8. Yəni buradan da 8 götürəcəm. Buradan da 8 götürürəm. Digər tərəf də burada. Və bu bir kvadratdır, elə deyil. Buradan bura qədər 8 idi də koordinat, elə deyil. Onda bura 8 olacaq, buradan aşağıya qədər. Bu 8 nöqtəsi idi də. Buradan aşağı qədər də 8 olacaq. Zaten kvadratdır, bir tərəfini tapsaq, bütün tərəflərini tapmış olur. Və tərəf 8 olanda kvadratın sayəsi biz bilirik ki, s bərabərdir A kvadratdır. Yəni 8-in də kvadratı eləyəcək 64. Keçək 74-cü suala. 74-cü sualda deyir ki, ifadəsinin qiymətini tapın. Təbii ki, burada hesablamaq lazımdır. Əslində burada vurub atsaq 2-ni, onda bu 2 ilə bu 2 ixtisar gedəcək. Qalacaq 2 tam 85-in kvadratı. Üstə gəlsin bu 2-yə də vursaq, yenə ixtisar gedəcək. Qalacaq 7 tam %15-in kvadratı. Və bir də bu ifadəyə vursaq, bir də üstə gəl olacaq 2 vurulsun 2 tam 85 vurulsun 7 tam 15-ə. Bu da nəyin açılışıdır? A kvadratı plus B kvadratı. Bir də üstə gəl 2AB şəklindədir də. Onda olacaq A plus B-nin elə bil açılışıdır. Açılışın, daha doğrusu A plus B-nin kvadratının açılışı. Onda olacaq, bunları toplayacağım. 2 tam %85, üstə gəlsin 7 tam %15 və onun kvadratı. Təbii ki, bu da bərabər eləyəcək 10, cəmi 10 eləyir, onda kvadrat eləyəcək 100. Yəni, yekun cavabım 100 olacaq 74-cü sualda. Keçək 75-ci suala. Buranı təmizləyək. Bizdən nə istəyir? Deyir ki, natural ədədlər üçün ifadəsinin cəmini tapın. Deməli, biz burada nə edəcəyik? Elə bu ifadələri toplasaq, x plus, daha doğrusu x, y üstə gəlsin y, z bərabər olacaq. 6 ilə də 18 toplasaq, yan-yana topladıq da, elə bir alt-alta yaz. Eləyəcək neçə? 24. Buradan y-i çıxarsam, qalacaq x plus z bərabərdir 24-ə. Buradan hasili 24 eləyən 2 ədəd.
ən kiçik hansı ikilini götürək? Maksimum bir-birinə yaxın olmalıdır. 6 ilə 4 götürək də, hə? Məsələn 2 ilə 3 ilə 8 götürsək cəmi böyük olacaq, 12 ilə 1 böyük olacaq. Hə, ən yaxşısı məsəl üçün x, y cəmi tutaq ki, olsun 4, y də olsun 6. 6 dəfə 4 24 eləyir də. Onda bizdən də bu cəmi soruşursa x üstə gəlsin, y üstə gəlsin z. Onda x, y cəmini biz neçə götürmüşdük? 4 götürmüşdük. 4. Bir də üstə gələcəm y. Y də 6 idi. Bu da bərabər eləyəcək 10. Ümid edirəm düz versiya irəli sürdük. Keçək 76-cı suala. Deyir bərabər tərəfli m-in üçbucağın sahəsi. Buranı təmizləyək, təzədən oxuyaq. O qədər sürətli deyirəm ki, ümid edirəm səhv izah eləmədim. Hardasa texnik səhv olmadı. Deməli 2 dənə bərabər tərəfli üçbucaqdır. Birini digərinə böləndə sahəsi 16 dəfə böyükdürsə, onda mən yazıram S, L, M, N üçbucağın sahəsi bölünsün S, A, B, C-nin sahəsinə bərabər düşməlidir 16-ya. Çünki 16 dəfə böyük deyirik. Biz də bilirik ki, sahələrin kvadratları oxşarlıq əmsalının kvadratına bərabərdir. Onda buradan K kvadratı 16-sa K bərabər olacaq nəyə? 4. Onda olacaq perimetrlər nisbətini götürsək, olacaq PL, M, N bölünsün P, A, B, C-yə bərabər olmalıdır. K-ya, elə yəni olacaq 4-ə. İndi burada da ABC nədir? 9-dur. Onda olacaq çarpaz vursaq PLMN bərabərdir PABC vurulsun 4-ə. ABC-nin perimetri 9-dur. Olacaq 9 vurulsun 4. 4 dəfə 9 neçə eləyəcək? 36-ya. İndi burada bizdən deyir tərəfini tap. Bu bərabər tərəfli üçbucaq olduğu üçün P bərabərdir nəyə? 3A-dır da perimetr. Bunu da bərabər eləməliyəm 36-ya. 36 tapdıq. Buradan da A bərabər çıxacaq neçə? 12. Deməli tərəfi 12 imiş. Keçək 77-ci suala. Deyir olduqda ifadəsinin qiymətini tapın. Buranı təmizləyək. Deməli verilən qiymətləri elə gətirib yerinə yazsaq, birinci onların hasilidir. Yəni x, y olacaq 5 çıxılsın 2 kök altında 6 vurulsun 5 üstə gəlsin 2 kök altında 6-ya. Bu düsturu 1000 dəfə demişəm. Dünən canlı açmışdım. Orada da hətta demişdim ki, bu düstur çox aktiv işlənir. Bir də olacaq 5 çıxılsın 2 kök altında 6 üstə gəlsin 5 üstə gəlsin 2 kök altında 6. 2 kök altında 6'lar gedəcək. 5, 5, 10 eləyəcək. Bərabər yazıram 10. Bu da A çıxılsın B. Bir də A üstə gəlsin B. Bu nəyin kvadratı? Nəyin açılışıdır? A kvadrat çıxsın B kvadratın açılışıydı da bu. Elə deyil. İndi olacaq birincinin kvadratı. Yəni 25, 5'in kvadratı. 2 kök altında 6'ın da kvadratı. 2'in kvadratı 4. Kök altında 6'ın kvadratı da 6. 6 dəfə 4, 24 eləyir. Deyirəm, səhv etmədik. Burada da çıxanda 1 qalacaq. Burada 10. Böləndə də olacaq nə? 0,10'da 1'ə. Bu da 77-ci sual olsun. Keçək 78-ci suala. Uşaqlar gəlin bunların izahını atım. 78 ilə 81-ə qədər də indi izah eləyib atacağım. Yəni gec olmasın, siz cavabları yoxlayın. İzləmədə qalın. İndi 78-81-ci sualların da izahını çəkib paylaşacağım.